Trump'dan sonra Azərbaycanın vəziyyəti necə olacaq sualı ona bağlıdır ki, Trump'dan sonra hakimiyyətdə kim olacaq? J.D. Vance respublikaçılar olacaqsa xətt davam edəcək, heç bir problem yoxdur. Demokratlar olacaqsa hər zamanki kimi. Biden dövründə biz nə yaşadıq? Amerika ilə münasibətlər sıfırlandı. Heç nə yox idi, düşmançılıq var idi. Blinken Paşinyanın ən yaxın dostuydu, qucaqlamışdı. Bizə qarşı, Türkiyəyə qarşı, Türk dünyasına qarşı fəaliyyət alır. Blinken, düzəldirəm, Biden hakimiyyətə gəldiyi ilk ayda bir bəyanat vermişdi ki, mənim fəaliyyətimin əsas istiqaməti Erdoğan'ı hakimiyyətdən devirmək olacaq. Bəli, xatırlayıram Erdoğan'dan bağlı. Fikir verirsiniz. Bu baxımdan da gələcəklər cavabını da alacaqlar. Qapadacağıq və o zamana kimi də hələ 4 ilimiz var, hələ çox böyük müddətdir. 4 ilimiz var. O zamana kimi də Zəngəzuru qurub avtomobilimizlə biz Beytullah bəy, biz gedəcəyik Ermənistana. İnşallah. İrəvanla da yaxınlaşacağıq. O baxımdan ki, tam bizim kontrolumuzda olsun. Bizim olmasa da Türkiyənin, onun biznesinin kontrolunda olsun. O uşaqları başqa dövlətə buraxmamaq lazım. Erməniləri başqa dövlətə buraxanda Azərbaycana, Türk dünyasına xəyanət edir. O xəyanətkar dəstəni, o qövmü daim kontrol altında tutmaq lazımdır. Bir də siz, əzizlərim, Azərbaycan elə bir bölgədədir ki, və Ermənistan da belə bir bölgədədir ki, demografik silah hər şeyi həll edəcək qarşıdakı 10 gündə. 3 milyon yarım erməni 130 milyon türkün əhatəsindədir. Bu gələcəyi yoxdur. İndi mən burada danışıram, keçən dəfə burada bir oxucunun sualı əsasında danışdığımı erməni mediası bizim Azərbaycanca danışığımızı qoyub altından tərcümə verməklə rus dilində. Onu yaydı ki, görün bunlar nə danışır. Musavat görün nə danışır. Musavat danışır ki, sülh imzalanandan sonra Ermənistan, İrəvan Türkün olacaq. Stadionlar, biznes, futbol, oteller və s. Eyni Batumdakı kimi belə bir şey müqayisə aparmışdır.